Salam, mən Toğrul Axmed. Bugün sizi Qaxın ən maraqlı ənənələrindən birinə 23 noyabr Kürmükova bayramına aparıram. İnsanlar bugün qədim dağın üstündəki kilsəyə qalxır, öz adət ənənələrini yaşadır, mistik bir ab-hava yaranır. Gəlin birlikdə həm yolun, həm də bayramın enerjisini hiss edək. Gəlib çatmışıq biz kilsəyə. Dağın üstündədir kilsə, qalxacağıq yuxarı. Gürcü dostumuzu gətirmişik Dimanı. Bizə bu haqda məlumat versin. Bir dənə Gürcücə salam dinən dostlara necəsiniz? Bu 23 noyabr, bir də 6 may olur bu bayram. Bu bayram haqqında nə deyə bilərsən? Bayramın adı nədir? Nə edirlər? Hara gedirsən? Bura girişidir. Buradan qalxırıq yavaş-yavaş. Yuxarıda da satırlar da. Buradan yuxarı qalxırıq, hardasa çox deyil, 300-400 metr yuxarıdadır kilsə. İndi gedəcək qabağa, orada da göstərəcəm. İnsanlar burada, yəni bəziləri var ki, ayaq yalın gəzir. Hətta yuxarıda toyuq falan da kəsənlər var. Bunlar hamısı əhd eləyir. Yəni ki, deyir ki, mən bu şeyi eləyəcəm. Buna görə də belə deyək, ayaq yalın gəzirlər. Yuxarı qalxırlar, dua verirlər və bugünkü gün müqəddəs gün sayılır. Daniel, nə deyə bilərsən? Məlumatım yoxdur belki, amma gedirəm də, görəm nə olur. Birinci dəfə gəlsən yoxsa? Bəli, birinci səfər. Şam yandırasın mı? Siri çıxıb yuxarı şam tutar. İşte, mən də şam yandırmağa gedirəm. Bir də ki, Dima deyir ki, yəni kimsə olmamağa da ehtiyac yoxdur. Kiminsə yerinə də şam yandırıb arzu tuta bilərsən. Ha, düz söhbət. Kilsə artıq buradan görünür. Bizim də yolumuz artıq azalır. Tamam. Şamı yandıracağıq. Neçə aldın bunun birini? 20 qəpik. Deməli, Yusif də gəlib bura bayramı qeyd eləməyə. Kilo çal. Nəyə görə gəlibsən Yusif? Şam yandıracaq. Bu bayram haqqında nə deyə bilərsən? Bayram haqqında təbriklər. Neyse, qalıq deyil, ayı. Sən 4 5 düşünürsən. Doğru yandırdım ha. Yəni arsızdım. Hər kuruqda divara öpürlər. Niyə? Niyə ki? Özüm də bilmirəm. Bazen Kilsənin biraz yuxarısında belə bir böyük daş var. Orada bayaq göstərdim, pilləkən qoyublar. Burada insanlar gəlir, şəkillər çəkilir, qəşəng şəkillər çəkilir. Həm də ki, belə deyək, bu dağın ən üst nöqtələrindən biridir. Belə bir sıldırım qaya var maraqlı şəkildə. İnsanlar burada şəkil çəkib paylaşır. Kilsədə gördüyünüz kimi arxamızdadır. Şamları da yandırmışıq. Bir qədər burada dayanıb şəkilləri çəkdirib qayıdacağıq rayona. Bura harda yerləşirdisə, bura Qaxdan Şəkiyə gələn yolun Ənbərçay kəndi var. Bura çatmamış, yolun sol tərəfində yerləşir.
Salam aleyküm. Bu bayram nə bayramıdır? Kiliseye çıktık gördük abi. Temiz gördük kilisesinden çıkmalıyız bugün. Şam yandırdın mı? Yani. Arzu tutup yandırırsan ha? Arzu tutup yani borcumuzu yandırmak. Yani bir arzuyla çok alakası yok. Başqa nə adətən nə var? Adətən məsələn yalnayaq çıxmağımdır. Nəsə niyyət edirsən, deyirsən ki, filan şey məsələn olsun, yalnayaq çıxacam. Bir də diqqət elədim, parça ağaca bağlayırlar. Bağlayırlar. Nəsə diləyib, hə, arzu oradadır və yaxud nəsə niyyət edirsən, elə çıxırsan. Yəni şam yandırmaqla əlaqəsi yoxdur. Yaxşı, hər hansı heyvan gətirəndə bura buraxırlar, yoxsa gətirib burada kəsib aparırlar evə? Sənin istəyini burada buraxa bilərsən, evə aparıb, burada gəzdirib evə aparıb kəsə də bilərsən. Hə. Başqa nə adətən nə var? Başqa elə dediklərimdə bu gün aid küp olmur. Gələn dəfə çıxmaq elə bir ki, kilsənin Paska bayramı nətər olsa elə bir dənə küp olur, amma bu il yox, bu dəfə yoxdur da o. Gələn dəfə çıxır. İndi bir şey də deyim, sən ayaqyalın gəlibsən burada, niyyət edib gəlibsən, Hə, yoxsa niyyət edib niyyətin gəlmişəm. yerinə yetib sonra gəlibsən? Niyyət edib gəlmişəm. Hə. Yəni niyyətim yerinə yetib ki, gəlirəm də. Niyyət eləmişəm ki, nə qədər ki öz ayağımdan çıxa bildim, yalnayaq çıxacam. Öz sağlamlığım yerində olsa, yalnayaqla çıxacam. Allah qəbul eləsin. Sağ ol. Yenə qalxmışdıq bura. Bəli, biz qalxdıq bura. Artıq heç kim yoxdur burada, elə özümüzük. Demək olar ki, bir iki nəfər qalır. Düzdür, gün orta yine biraz adam var idi burada, indi heç kim yoxdur. Hal-hazırda Toğrul bəylə Sağ olun Daniel bəy. mən ikimiz qalmışıq burada. Heç kim yox. Yəni gördüyünüz kimi boşdur bura. Maraqlı mı? Əlbəttə maraqlıdır. Dostlar, artıq kilsədən düşürük. Demək olar ki, insanların hamısı qayıdıbdır. Buradan artıq evə gedirik. Burada demək olar videonun sonuna çatdıq. Videoya baxıb kanalımıza abunə olmağı, videonu like eləməyi unutmayın. 200 min abunəyə çox az qalmışıq. Sağ olun, salamat qalın. Özünüzdən müğayət olun. Azerbaijan track.